Demək, qalmışdıq biz hansı mövzuda? Zamanlar mövzusunun 174-cü sualında qalmışdıq, səhv eləmirəmsə. Bəli, artıq 175-ci sualı izah eləməliyəm. Demək, 175-ci sualda da, baxın uşaqlar, zaman testini işləmək üçün xüsusi bir bacarığa ehtiyac yoxdur. Sadəcə nə qayda dəftərində yazılıbsa, onları əzbərləməlisiniz. Məsələn, bu when ki var, when-dən sonra gələcək zaman gələ bilməz deyə avtomatik D-ni çıxmalısınız. Və baxmalısınız ki, başqa nəyə baxım görəsən? A variantına baxırsınız ki, left keçmiş zamandadır, has waited indiki bitmiş zamandadır. Olmaz, belə zaman uzlaşması olmur. Keçmiş keçmişlə işlənir. Məsələn, Y variantına baxın. Keçmiş davam edəcək. Əla. Deyir ki, hüquqşünas binanı tərk edəndə maşın onu gözləyirdi. Yəni görürsünüz, o çıxanda maşın hələ də orada dayanıb onu gözləyirdi. Ona görə onu keçmiş davam edici zamanda verəcəm. Bu while ki var 176-cı sualda. While özündən sonra addan keçmiş davam edici zaman istəyir və avtomatik əvvəlində keçmiş atır. Ona görə B variantı doğru cavabdır. 177-də since var. Gəldik əsas məsələ since-ə. Demək, bu ki since ki var uşaqlar, since-in özünə uyğun bir zaman uzlaşması var ki, o birislərindən çox fərqlənir. Since deyir ki, məndən sonra həmişə keçmişi ver, əvvəlini isə indiki bitmiş zamanda ver. Yəni, bir dəfə əzbərləsəniz bəs eləyəcək. Demək, since-dən sonra keçmiş, əvvəli indiki bitmiş olmalıdır. Nəyə görə? Mənası isə belədir ki, deyir ki, mən bu şəhərə köçəndən bəri qatardan heç istifadə eləməmişəm. Yəni, əvvəlcə şəhərə gəlib, sonra ondan bəri heç bu işi görməyib də. Ona görə keçmiş deyəndə C variantı yazacaqsınız. Yenə 178-də də yenə since var. Since-dən sonra keçmiş, əvvəli indiki bitmiş. Baxıram, A variantı doğru cavabdır. Deyir ki, mən bu firmaya qoşulandan bəri dizayn layihələrini eləmişəm. Yəni, əvvəlcə qoşulub, sonra o vaxtdan bəri hələ də indiki dövrümüzə qədər də eyni şey eləyir də, dizayn layihələrini eləyir. 129-da while var. While-dan sonra dedim ki, keçmiş davam edici gəlir deyə D variantını götürürəm. Çünki burada keçmişdə, həmişə yoxlayın. 180-də while var. While-dan sonra keçmiş davam edici deyə A variantını götürürəm. 181-də if var. If-dən sonra indiki zaman gəlirsə, baş cümlədə gələcək zamanda olacaq və salam. Çünki bizə deyir ki, əgər Clara tez sürsə, biz saat 10 qatarına çatacağıq. 182-də yenə when var. When-dən sonra gələcək zaman gələ bilməz deyə Y variantı avtomatik olaraq çıxdı. Və baxıram variantlara. B variantında keçmişlə gələcək zaman olmaz. C variantında keçmişlə indiki bitmiş, indiki bitmişlə indiki bitmiş olmaz deyə A variantı doğru cavabdır. 183-də when var. When-dən sonra gələcək zaman gələ bilməz deyə A çıxdı. Uşaqlar, indiki ilə keçmiş davam edici uzlaşmaz. Sonra keçmiş, indiki bitmiş davam edici uzlaşmaz. Demək, D-ni saxlayıram, Y variantı olmaz. D variantı onda doğru cavab. Nəyə görə? Çünki indiki, bir də indiki davam edici zaman. Mən sizə dedim ki, davam edici zaman düsturu necədir uşaqlar? To be, üstə gəlsin feil, üstə gəlsin in qeydə, düzdürmü? İndiki davam edici zamanda nə deyirdik? Am, is, are. Keçmiş davam edici zamanda was, were, üstə gəlsin feil, üstə gəlsin ing. Gələcək davam edici zamanda belə olur. Will be watching. Yəni, baxmaqda olacaq. Məsələn, elə bir ki, mən deyirəm ki, uşaqlar, sabah bizə gəlməyində mən toyda olmuş olacağam. Ya da çinməkdə olacağam. Don't come as tomorrow. I will be having a bath. Mən yəni həmin vaxtı çinməkdə olacağam. Biz qəribədə Azərbaycan dilində, amma var da neyiniyək. When-dən sonra gələcək zaman gələ bilməz deyə A, C getdi uşaqlar. İndiki ilə keçmiş bitmiş ola bilməz. Sonra got, will, bu dəxsiz bir zamanda Y variantı. When-dən sonra gələcək zaman gələ bilməz deyə D variantı çıxır uşaqlar. Demək, slept keçmiş zamandadır, return indiki, had slept keçmiş bitmiş, have returned indiki bitmiş, indiki bitmiş keçmiş olmaz deyə Y variantı qalır. 186-da if var, if-dən sonra gələcək zaman gələ bilməz, heç gətirməyiblər də. Amma indiki olar, biri götürürəm, 2-də indiki keçmiş olmaz, 4-də də ki, gələcək keçmiş olmaz deyə A variantı qalır. 187-də deyir ki, əgər su 100 dərəcədə qaynayırsa, əgər su 100 dərəcəyə çatırsa, o qaynayır. Bu ümumi bir qanuna uyğunluqdur uşaqlar. Yəni, biz bilirik, zaten hamı bilir də, yəni su 100 dərəcəyə çatında o qaynayır. Ona görə yəni, buna ehtiyac yoxdur, gələcək zaman yazım. If-dən sonra onsuz gələcək zaman gələ bilməz. Biri keçmiş, biri indiki də ola bilməz. Yəni, dəxilsiz də.
188-də if var. Ifdən sonra gələcək zaman gələ bilməz. Keçmiş indiki bitmiş olmaz. İndiki bitmiş keçmiş bitmiş olmaz deyə Y variantıdır. Həm də bu da ümumi qanunluqdur da. Deyir ki, əgər çox yesən, onda çəki artacaqsan da. Yəni hamı bilir də onu. Çox yesə çəki artacaq. 189 belə bir sualdır ki, deyir ki, səyahətçilər otelə tərk etdilər, taksi çağırdılar və aeroporta getdilər. Bunlar keçmişdə baş verən ardıcıl hərəkətdir deyə, yəni hamısı eyni vaxt baş verib, öz ardıcıl şəkildə baş verib. Deyib ki, müəllim sinifə girdi, sumkasını qoydu və tapşırığı izah etməyə başladı. Bunların hamısını keçmişdə verəcəksiniz deyə Y variantı doğru cavabdır. Baxıram 190-da if var. Ifdən sonra gələcək zaman gələ bilməz deyə C-ni yeni çıxıram. Sonra misunderstand indiki zamandadır, amma didn't speak keçmiş uzlaşmır. İndiki ilə keçmiş uzlaşmır deyə A variantı qalır. Deyir ki, əgər sən aydın və yavaş danışmasan, şagirdlərin səni başa düşməyəcəklər də. 191-də yenə if var. Ifdən sonra gələcək zaman gələ bilməz uşaqlar. Cavab qalır Y variantı. 192-də until var. Until-dan sonra gələcək zaman gələ bilməz. Sonra baxıram D variantında gələcək ilə keçmiş, indiki ilə keçmiş olmaz deyə. Cavabımız nə qaldı uşaqlar? B variantı. 193-də yenə if var. Ifdən sonra gələcək zaman gələ bilməz. A getdi, B getdi, C getdi. Qaldım D ilə Y-nin arasında. Got keçmişdir, sign indiki. Ona görə D variantı qalır. 194-də if var. Ifdən sonra gələcək zaman gələ bilməz. Keçmişlə gələcək olmaz deyə A variantı qalır. 195-də uşaqlara as soon as var. As soon as-dan sonra gələcək zaman gələ bilməz. İndiki bitmiş keçmişlə ola bilməz deyə 1-3 Y variantı qalır. 196-da yenə as soon as var. As soon as-dan sonra gələcək zaman gələ bilməz. 2 ilə 5 çıxır. Qalıram 4-də problem var ki, keçmişlə indiki bitmiş olmaz deyə 1-3 Y variantı qalır. 197-də last week varsa, keçmiş zamandır. Maçda sayıla bilməyən təkdə olan isimdir deyə, yəni was-la götürəcəm, were-lə yox. Törəmələr ki var, someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere, everyone, everybody. Yəni bunlar da həmişə xəbəri təkdə olurlar. Məsələn, were verə bilmərsiniz buna. Last night deyirsə, keçən gecə təkdədir, keçmiş zamandadır, C variantını götürəcəm. 199-da baxıram ki, was living keçmiş zamandırsa, onda əvvəl də keçmişə atacağım ki, deyir ki, hər kəs təcrübələnirdi, öyrənmək istəyirdi ki, Harry tərk eləyir də. Everyone astonishes olmalıydı. Bu da təki bildirir. Ümumiyyətlə, xəbər təkdə olmalıdır da, yəni törəmələrin xəbəri təkdə olmalıdır. Və ondan sonra gələcək zaman gələ bilməz deyə C və Y variantları gedir. D variantında keçmiş indiki olmaz, keçmiş davam edici indiki olmaz deyə A variantı doğrudur. 201-də A variantıdır. 202-də as-soon-as-dan sonra gələcək zaman gələ bilməz. Ona görə 4-ü çıxıram. Sonra comes rises, 1-i götürürəm, 2-ni götürürəm. Came keçmiş indiki davam edici. Sonra baxıram ki, 1, 2, 5 olar da elə Y variantıdır. 203-cü testdə whenever, nə vaxt o səyahət eləyirsə, o çoxlu avantaj qazanır da, yəni biznes klasslarda da. Belə, yəni burada bilirsiz nədir məsələn, baxıram ki, keçmişlə indiki zaman ola bilməz. İndiki olar, keçmiş olar. Whenever-dən sonra da gələcək gələ bilməz deyə 1-2 C variantını götürürəm. Deyir ki, o hara gedirsə, yəni o hara gedirsə də, yəni burada baxıram ki, variantlarda 3-ü çıxıram, çünki keçmişlə indiki zaman uzlaşmır deyə çıxdım. Sonra goes, uses, went, used olar, will go, goes, will use. Yəni will go olmayacaq uşaqlar. Çünki whenever he will go, o hara gedəcəksə, o istifadə edəcək. O hara gedirsə, avantajlardan istifadə edir. Hara getdi, avantajlardan istifadə etdi. Yəni ona görə cavabım elə 1, 2, 5 qalacaq. 205-də at this time yesterday, dünən bu vaxtı deməkdir. Dünən bu vaxtı deyirsə, keçmiş davam edici zaman istəyir bizdən. 1-i götürəcəm, gələcək zaman olmaz, indiki davam edici olmaz deyə keçmişə aid bir şeylər götürəcəm. D variantı. 206-da when var, when'dən sonra keçmiş zamandırsa əvvəlində keçmişə atır. U-da da was işlənməz axı, U-da were işlənir deyə B variantı doğrudur. 207-də isə deyir ki, how many of the given tense form was correct, neçəsi doğrudur. Bunu keçməmiş uşaqlar. Deyir, otaq sizcə təmir etdi, yoxsa təmir edildi?
Burada bir məchulluq lazımdır deyə bizə. Ona görə 2 dənəsi uyğun gəlir. Y variantı uyğun gəlir. Bunun məchul növü keçəndə daha yaxşı başa düşəcəksiniz. Çünki məchul növünün öz düsturu var. To be isə gəlsin V3-də. Yəni bunu əvvəldən bilən uşaqlar başa düşəcək ki, indi məndən danışdım da. Yesterday varsa keçmiş zamandır uşaqlar. Keçmiş zamandakı ümumiyyətlə was var. Was'un özü to be'dir. To be'dən sonra necə been gəlsin? Ona görə Y variantıdır. 209-da yenə yesterday var. Keçmiş zamandadır. Sonra sözünlü ifadələrdə əsas tərəf birinci tərəfdədir. Article sözünə baxıram. Article sözü cəmdədir. Demək, ya cavab A-dır ya da D-dir. Word-dən sonra da been gələ bilməz deyə D variantı doğrudur. 210-cu sualda while var. While-dan sonra uşaqlar hansı zaman gəlməlidir while-dan sonra? Adətən keçmiş davam edici zaman gəlməlidir deyə B variantını doğru götürəm. 211-də if gəlib. If-dən sonra gələcək zaman gələ bilməz uşaqlar. Sonra baxıram ki, is, doesn't, will be, gets up. Demək, tərcümə eləmək lazımdır. Dördüncü bir dənə yerinə qoyum. Deyir ki, Jeremy will be late for his classes if he gets up early. Deyir ki, dördüncü məna cəhətdən uyğun gəlmir uşaqlar. Deyir ki, əgər o erkən dursa, dərsə gecikəcək. Niyə ki? 1-2. C variantı olur. 112-də how long ago deyirsə, keçmiş zamanda uşaqlar, onu, have, bunu çıxıram. Sonra since when deyirsə, artıq indiki bitmiş zamandır. Çünki since indiki bitmiş zamanı bildirir. At that time yesterday, dünən bu vaxtda deməkdir. Keçmiş davam edici zamanı bildirir deyə D ilə Y arasında qalıram və keçmişdən danışdığına görə, decide indiki zamanda olduğuna görə D variantı doğru cavabdır. 214-cü sualda yenə at that time yesterday, dünən bu vaxtı deyir. Keçmiş davam edici zamanı istəyir məndən. D və Y arasında qalıram. Və deyir ki, I was having at that time yesterday a rest. Okay. When I suddenly heard. Əvvəli keçmişsə arxasında keçmişə götürəcəm. If-dən sonra gələcək zaman gələ bilməz. Bura gələcəksə, bura indiki zamanda olur. Your friend də təkdə olduğuna görə is olur. When-dən sonra gələcək zaman gələ bilməz deyə D variantı çıxır. Keçmişdən gələcək zaman olmaz uşaqlar. B variantında keçmişdən indiki zaman da olmaz. İndiki ilə keçmiş də olmaz deyə Y variantı qalır. Demək, 217-ci sualda isə if-dən sonra gələcək zaman gələ bilməz deyə C-D çıxır. Vota sözü təkdə deyə freezes olmalıydı. S-i yoxdur. Və A variantına keçmiş indiki zamanla uzlaşmır deyə B variantı doğrudur. 218-də while var. While-dan sonra gələcək zaman gələ bilməz. Adətən keçmiş zaman gəlir deyə aynen bir arasına qalıram. I used the manager office while she was away. Yəni bir tərəf keçmişsə avtomatik o tərəfi də keçmişə atır, amma A variantında indiki zamanda olmaz. Deməli, Mary asked Helen to go on with her story and promised. Asked keçmiş zamandadırsa mən də keçmiş verəcəm. 220-də smiled keçmiş zamanı, waved keçmiş zaman. Mən də keçmiş verim də. Onlardan nə əməksiydik ki? 221-də had to keçmiş zamandadırsa mən də keçmiş vermək istəyirəm. We had to take a taxi because we missed the bus. Okay, 22-də when var. Benden sonra gələcək zaman gələ bilməz. Heç gəlməyib də. Amma bir şey bilirəm ki, məsələn, yəni still olanda adətən indiki bitmiş zaman olur. Demək, keçmiş davam edici 4 olar. Deyir ki, sən gələndə Mary hələ də otağı təmizləyirdi. Bir də sən gələndə Mary otağı təmizlənmişdi. 3-4 D variantı. Niyə 1 olmaz? Çünki uşaqlar still hələ də deməkdir. Will be tidying. Hələ də təmizləyəcək uyğun gəlmir. Yəni 2 də uyğun gəlmir. Keçmişlə indiki zaman niyə uzlaşsın ki bir-birindən? 223-cü testə baxıram. Before var. I'm cleaning the kitchen. Mən deyib kuxnanı təmizləyirəm. Before you arrive. Before'dan sonra gələcək zaman gələ bilməz deyə bu çıxır. Keçmişlə gələcək olmaz. Baxıram ki indiki bitmiş olmaz. Aha, A variantı da asan demiş bu da. 224-də baxıram. If-dən sonra gələcək zaman gələ bilməz deyə A D çıxır. Demək, növbəti gələcək zaman if-dən sonra bir dəqiqə gözləyin, tələsdim mən. If-dən sonra gələcək zaman gələ bilməz deyə bura çıxır, D variantı çıxır. Sonra baxıram ki, gələcək indiki olar, indiki olar. Amma he, she də here, your hears olmalıydı. Ona görə B də çıxdı. Keçmişlə indiki bitmiş olmaz. İndiki bitmişdən keçmiş bitmiş olmaz deyə A variantı doğru cavabdır. 225-ci sualda isə gəlirəm when we
Everybody üçün şəxs təkindədir. S olmalıdır. Görürsünüz, S-lər hamısında var. Amma keçmişlə indiki zaman uzlaşa bilmir. Sonra və-dən sonra gələcək zaman gələ bilmir. 1-4 düzgün cavabım Y variantıdır. 226-cı sualda isə demək, Sarah üçüncü şəxs təkindədir və cümlədə when var. When olanda və-dən sonra gələcək zaman gələ bilməz deyə ikinci tərəfdəki gələcək zamanları silirəm. İndiki bitmişlə keçmiş zaman uzlaşa bilmir. Amma qalanı uzlaşır. 1, 3, 4 Y variantı elə var imiş. 227-də when-dən sonra gələcək zaman gəlməz. Okay. Demək, baxıram ki, keçmiş indiki olmaz. Keçmiş keçmiş olar. İndiki bitmiş keçmiş olmaz. İndiki bitmiş keçmiş olmaz. Okay. Gəlin tərcümə edək. Deyir ki, when I was a child, mən uşaq olanda I used to go skiing every winter. Hər qış xizəyə gedərdim. Olar. Amma burada isə deyir, getməzdim. Nə təxsi var? Həm də used to bir ifadədir. Ardım-ərdim keçmişə aid olan vərdişimizi bildirir. As soon as-dən sonra gələcək zaman gələ bilməz. İndiki bitmiş keçmiş ola bilməz. Keçmiş bitmiş indiki ola bilməz deyə Y variantı qalır. 229-da yenə as soon as var. As soon as-dən sonra gələcək zaman gələ bilməz. A variantında keçmiş indiki olmaz. B variantı yəni ki doğru cavabdır. We are going to discuss. İndiki ilə gələcək keçmiş olmaz. İndiki bitmiş keçmiş. As soon as-dən sonra da gələcək zaman gələ bilməz deyə Y variantda çıxdı. 230-da if var. If-dən sonra gələcək zaman gələ bilməz. C ilə Y-nin arasında qalıram. Baxıram ki, is going to live, raise, is going to live, doesn't raise. Demək, tərcümə eləmək lazımdır. Deyir ki, Sara iş tərk eləməyəcək, əgər maaş qaldırsa da, müdür, qaldırsa. Amma D variantı deyir ki, qaldırmasa. Nə dəxsi var. After'dan sonra gələcək zaman gələ bilməz. Ona görə B çıxdı, D çıxdı. Demək, indiki ilə olmaz, keçmiş. Keçmiş zamanda da get, got olur. Keçmişlə də indiki olmaz. A variantı qalır uşaqlar. 232 until var burada. Until'dan sonra gələcək zaman gələ bilməz. Bunlar açıq suallardır uşaqlar. Demək. Mən indi fikirləşirəm parol sözünə qoyaq. Parol söz qoyaq. Parol söz qoyaq. Ağlıma heç bir şey gəlmir. Ağlıma heç nə gəlmədi, inarsınız. Nə qoymuşum? Belə. Heç nə. Para sözümüz elə heç nədir. Heç nə. Keyfim yoxdur deyə indi heç bir şey ağlıma gəlməyəcək. Demək, para sözümüz elə heç nədir uşaqlar. 232-də until-dan sonra gələcək zaman gələ bilməz. Demək, indiki bitmişlə keçmiş uzlaşa bilməz deyə 1-3-dür. 233-də until-dan sonra gələcək zaman gələ bilməz. İndiki bitmişlə keçmiş uzlaşa bilməz. 1-3. 234-də as soon as-dən sonra gələcək zaman gələ bilməz. Baxaq. Sonra become stops olar. 1 olar. 2 olar. Became had stopped. Bunu saxlayıram. Will become stops. Okay, 5 də olar. Bir dənə baxaq. Deyir ki, yağış dayananda səma aydın olacaq. Yəni 4 uyğun gəlmiş. Çünki keçmiş bilmiş, keçmişdən də əvvəl baş verən hərəkətdir. Biraz uyğunluq pozulur orada. 1, 2, 5. Uğurlar sizə uşaqlar. İnşallah ki bütün sualları başa düşdünüz.